Ağdam Dövlət Dram Teatrı bugün növbəti bir uğura imza attı. Prezident mükafatçısı teatrımızın baş rejissoru Kərim Həsənlinin hazırladığı dramaturq Sahib İbrahimlinin Cənnət və Cəhənnəm tamaşası ilə Beyləqan tamaşaçıları qarşısında çox uğurlu bir tamaşa göstərdi. Demək olar ki, zal tamamilə dolmuşdu. Rayon rəhbərliyi iştirak edirdi. Məncə çox növbəti bir uğur oldu, gözəl bir tamaşa keçdi. Mən bütün yaradıcı heyəti, başda rejissor olmaqla, tamaşanın rejissoru olmaqla hər birini ürəkdən bir daha təbrik edirəm. Onlara növbəti uğurlar arzu edirəm. Beyləqan tamaşaçılarına Ağdam Dövlət Dram Teatrının Cənnət və Cəhənnəm komediyası təqdim olundu və tamaşaçılarımız da rayonun ən yüksək vəzifəli şəxsləri idi. Mən bu münasibətlə Ağdam Teatrının direktoru Məhəmməd müəllimi və burada bu tamaşada iştirak edən texniki həm də aktyorları təbrik edirəm.